Salam əziz müəllimlər, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Gardner nəzəriyyəsinə, yəni Gardnerin çoxnövdə zəka nəzəriyyəsinə qısa əlavə olunubdur. Əvvəllər verilən zəka növlərinə uyğun nümunə göstərilməmişdi. İndi nümunələr göstərilibdir. Bu nümunələrlə siz öz ixtisas fənninizə uyğun və açar məqamlar verəcəm. Onunla bağlı verilən deməli hansı zəka növlərinin olduğunu asanlıqla tapa biləsiniz. Bir nümunələr göstərəcəm. Bir də üstünlükləri var. 8 üstünlük aşağıda qeyd eləmişəm. Onlar haqqında məlumat verəcəm. Çoxnövlü zəka nəzəriyyəsinin üstünlükləri haqqında. Gəlin əvvəlcə baxalım nümunələrə. Bu nümunələrin verilməsi həqiqətən də çox yaxşı oldu. Öyrənməyinizə kömək edəcək. Verbal lingvistikdə deyir ki, Azərbaycan dilində mətn əsas ideyasını müəyyənləşdirməkdir mövzu. Zəkalara görə fəaliyyətlər var ki, birincisi verbal lingvistikdir. Baxın, verbal lingvistikdə yazmaq sözünü yadda saxlayırsınız. Bax, bu cümlələri yadda saxlamağa ehtiyac yoxdur. Şəxslər arasında qrup, cüt, bütün siniflə iş, harda görsəz, kollektivdən iş, şəxslər arası sözünü yadda saxlayırsınız. Fərd daxili mətn mənə nə düşündürdü? Tapşırığını edin. Mənə özü ilə bağlı. Fərd daxili, yəni bir nəfər var, düzdürmü? Özünü refleksiya etməsi ilə bağlı məsələlər görsək, fərd daxili götürəcək. Musiqi ritmində ritm, şüar sözünü yadda saxlayasınız. Riyaziyyatda kəsrlərin müqayisəsidir. Zəkalara görə fəaliyyətlər var. Məntiqi riyazi insan tapmaq, yəni hesablamaq, ardıcıllığın qurulması, əsaslandırma. Tənqidi təfəkkürlə əsaslandırma bacarığı var. Bu da məntiqi riyazi insanın xüsusiyyətidir. Ardıcıllıq məsəl üçün əvvəlcə vurma, bölmə, toplama, çıxma, məkan vizuallarda modelləşdirmək, şəkil çəkmək, eskiz çəkmək, qrafik çəkmək. Verbal lingvistikdə yenə yazı sözünü yadda saxlayırsınız. Mövzu ilə bağlı yazı, şəxslər arasında yenə cüt, qrup, bütün sinif, kollektiv sözünü yadda saxlayırsınız. Təbiətdə su dövranıdır mövzumuz. Zəkalara görə xüsusiyyətlər var. Verbal lingvistik yenə hekayə yazacaq, yazı yazacaq, nə bilim, debat, müzakirədə iştirak edəcək verbal lingvistikin xüsusiyyətidir. Məntiqi riyazi səbəb-nəticə əlaqəsi, tənqidi düşünmə, həll etmək, bax, həll edin sözü, hesablamaq varsa məntiqi riyazinin xüsusiyyətidir. Məkan vizual, infodiaqram, plakat hazırlayacaq, şəkil hazırlayacaq, plakat, şəkil, model hazırlamaq, məkan vizualda yadda saxlayırsınız. Musiqi ritmlidə ritmik şüar, melodiya, tembr, ton, mahnı sözünü yadda saxlayırsınız. Bədən kinestetik rollu oyunlar, səhnələşdirmə, şəxslər arasında yenə qrup, cüt, kollektiv sözünü yadda saxlayırsınız. Naturalistdə birinci fərd daxiliyə baxaq. Fərd daxildə mini esse yazın. Baxın, reflektiv esse yazın, mini esse yazını fərd daxilində yadda saxlayırsınız. Amma mövzu ilə bağlı hekayə yazın, yazı yazın, mətn yazın, verbal lingvistikdə yadda saxlayırsınız. Naturalistdə məktəbdə su qənaəti üzrə 3 real təklif hazırlayın. Bax, məktəb, ev, sonra bununla bağlı məktəb, ev, sonra məktəbin həyəti. Yəni, naturalist insan həyətdən bağlı, həyatdan nümunələr, su qənaəti, enerji qənaəti, bununla bağlı ekoloji məlumatlılıqla bağlı varsa, naturalist insanların xüsusiyyətidir. Belə yadda saxlayırsınız. Sonra keçirik coğrafiya, yer kürəsinin daxili quruluşu. Bunların fənlərə uyğunlaşdırılması çox qəşəngdir. Çünki hər fən müəllimdə biləcək ki, mahiyyət etibarında nə cür düşə bilər testdə. Bədən kinestetik plastilinə və kartonundan nəsə düzəltmək, cildən, qumdan nəsə hazırlamaq, səhnələşdirmək, sözün yadınızda saxlayırsınız. Məntiqi riyazi, zəlzələ dərinliyi və intensivliyi arasında əlaqəni təhlil edin. Bax, dərinlik və intensivliyi, dərinliyi ölçmək lazımdır, intensivliyi ölçmək lazımdır, hesablamaq, təhlil etmək, səbəb-nəticə əlaqəsini məntiqi riyazidə yadda saxlayırsınız. Verbal lingvistik yazı yazmaq, şəxslər arasında qrup, yenə cüt sözü yadda saxlayırsınız. Fərd daxildə təbii fəlakətlər mənə nə öyrədir? Bax, mənlə bağlı məsələ var. Fərd daxildə bir nəfər var. Reflektiv qeydlər aparın. Reflektiv qeydlər, özünü refleksiya etməsi fərd daxiliyə aiddir. Naturalistdə təbiət sözünü yadda saxlayırsınız daha çox. İnformatika keçirik, alqoritm mövzumuz, bədən kinestetik oyun, səhnələşdirmək, nə bilim, toxunmaqla bağlı məsələlər varsa bədən kinestetikdir. Məntiqi riyaziyyədir, psevdo kod yaz. Kod rəqəmli yazdığına görə məntiqi riyazi olacaq. Şəxslər arasında cütlərlə, qruplarla sözünü yadda saxlayırsınız. Məkan vizualda isə sxem sözü, qrafik çəkilməsi sözü, şəkilin, modelin çəkilməsi sözü məkan vizualda yadda saxlayırsınız. Musiqi ritmli, musiqi fənnindən ritmli qaydalar var mövzumuz. Musiqi ritmli, ritm, ton, mahnı, musiqi sözünü yadda saxlayırsınız. Verbal lingvistik, mətnləşdirmək, yazı yazmaq, hekayə oxumaq, debat sözünü yadda saxlayırsınız. Bədən kinestetik, ritmi bədən perkursiyasiyası ilə ifadə edin. Bilirsiniz, bədən perkursiyasiyası nə deməkdir? Məsəl üçün, çıtmıq vurmaq,
əl çalmaq, əli bir-birinə toxundurmaq, səs çıxartsın da, bədənimizi nahiyəsinə vuranda səs çıxartsın. Şəxslər arasında yenə qrup cüt sözünü yadda saxlayırsınız. Xarici dildə alış-veriş zamanı dialoq. Xarici dil fənnində verbal lingvistik mətni hazırlayacaq, mətni yazı yazacaq, mətn hekayə hazırlayacaq, debat, bədən kinestetik canlandırma, səhnələşdirmə, toxunma kimi varsa bədən kinestetikdir. Məkan vizual menyu dizayn edəcək. Dizayn etmək, menyu hazırlamaq, modelləşdirmək varsa məkan vizuala aiddir. Məntiqi riyazi hesablamaları həll etməyi, səbəb-nəticə əlaqəsini dedikcə yadda saxlayırıq məntiqi riyazidə. Bu menyu dizayn edirsiniz niyə? Şəkillərdən dizayn ediləcək deyə, ona görə məkan vizualdır. Sonra tarix dərsində Osmanlı İmperiyasının durğunluq dövründə şəxslər arası qrup sözünü yadda saxlayırsınız, cüt sözünü yadda saxlayırsınız, harada görsəz şəxslər arası intellekt götürəsiniz. Verbal lingvistik icmal yazır, yazı yazır, hekayə eləyir, debatlarda iştirak edir. Məntiqi riyazi deyir ki, durğunluq dövrünün daxili və xarici səbəblərini fərqləndirən səbəb-nəticə əlaqələri, sonra fərqləndirmək, müqayisə etmək bacarıqları məntiqi riazinin xüsusiyyətidir. Məkan vizualda isə xəritədə müəyyənləşdirəcək. Xəritə, şəkil, diaqram, eskiz varsa məkan vizualdır. Sonra kimya maddənin 3 halı, verbal lingvistik, mətn yazacaq, söz yazacaq, nəyinsə yazılması varsa verbal lingvistikdir, hekayə oxumaq varsa, mətn oxumaq varsa, məntiqi riyazi temperatur dəyişdikcə hal dəyişməsini göstərən qrafik tərtib edin. Baxın, rəqəmli qrafik varsa mətn riyazidir, amma şəkilli qrafik varsa vizualdır. Temperatur dəyişdikcə temperaturda rəqəmdən olur. Axı biz adi bir temperatur, məsəl üçün evdəki termometr deyək. Oradakı temperatur dəyişməsi rəqəmlə ifadə olunduğuna görə məntiqi riyazidir. Məkan vizual modelini çəkəcək, şəklini çəkəcək, eskizini çəkəcək. Bədən kinestetik orada rol söz olur, oynamaq, səhnəcik söz olur. Məsəl üçün deyək ki, maye yavaş-yavaş hərəkət edir, qaz sərbəst yayılır, bərk sıx dayanırlar. Musiqi ritmində yenə ritmik mahnı, melodiya, tembr, musiqi, şəxslər arasında qrup cüt sözünü yadda saxlayırsınız. Fərd daxillərdə yenə özü ilə bağlı mən bir nəfərəm, ən yaxşı hansı hal dəyişmə fəaliyyətini başa düşdüm və niyə özümü refleks edirəmsə fərd daxildir. Naturalist isə təbiət sözünü yadımızı saxlayırıq. Sonra biologiya, fotosintez və nəfəs almadır. Verbal lingvistikdə öz sözlərinizlə izah edin, yəni hekayə oxumaq, yazmaq, danışmaq və əsas mərhələləri qeyd edirəm ki, fotosintezin sayıram öz sözlərimdən ki, əsas mərhələsi budur, deyirəmsə, sözlə deyirəm, ifadə edirəmsə, verbal lingvistikdir. Məntiqi riyazi fotosintezin işıq və temperaturla əlaqəsini göstərən qrafik qurun. Yenə deyirəm, rəqəmli qrafik varsa məntiqi riyazidə, temperaturu axı göstərmək üçün rəqəm lazımdır. Məkan vizualda diaqram, cizgi, eskiz, şəkil, musiqi ritmlidə ritmik şuar və mahnı sözünü yadda saxlayırsınız. Şəxslər arasında qrup sözünü, cüt sözünü yadda saxlayırsınız, kollektiv sözünü yadda saxlayırsınız. Fərd daxildə reflektiv esse yazın. Reflektiv esse, mini esse harda görsəz fərd daxiliyə aiddir. Qalan amma esse yazılmalı isə aiddir verbal lingvistikə. Deyir, bir yarpaq olsaydım, günəşdən necə enerji alardım? Yəni, mən bir nəfərəm. Mən reflektiv esse yazmaq üçün necə eləyərdim? Özümlə bağlı məsələ varsa fərd daxildir. Naturalist isə təbiət sözünü yadımızı saxlayırıq. Fizika fənnində enerji və enerjinin növləridir mövzunadır. Verbal lingvistik yenə izahlı yazı yazacaq, öz sözlərini ifadə edəcək, nəsə danışacaq. Məntiqi riyazi isə deyir ki, müxtəlif enerji növlərinin işıq, istilik, mexaniki, elektrik, deməli işıq, istilik, mexaniki, elektrik, qrafik təsnifat sxemini hazırlayın. Əlbəttə ki, yenə qrafiki təsnifatı rəqəmlərdən hazırlayırsa məntiqi riyazidir. Fizika müəllimlər daha yaxşı bilir. Məkan vizualları isə vizual diaqramlarını çəkəcəklər, yəni görüntülü, şəkilini çəkəcəklər. Məsəl üçün, elektrik enerjisinə generator çəkə bilərlər, işıq enerjisinə günəşi çəkə bilərlər, istiliyə isə kömür torfu çəkə bilərlər. Şəxslər arası yenə qrup sözünü, cüt sözünü yadımızı saxlayırıq. Fərd daxildə reflektiv yaz yazın. Özünü refleksiya, reflektiv, bu sözlər harada görsə özü ilə bağlı məsələlər fərd daxildir. Həyatımda ən çox hansı enerji növündən istifadə edirəm və niyə? Naturalist ev şəraitində, məktəb şəraitində, məktəbin həyətində, çöldə, enerji qənaəti planı hazırlayın. Enerji qənaəti planı, su qənaəti planı, nə bilim, nəyinəsə bağlı, ekologiya ilə bağlı məsələlər varsa naturalist insanın xüsusiyyətidir. Bu qədər bu nümunələr. Sonra çoxnövbə zeka nəzəriyyəsinin hansı üstünlükləri var? Şagirddə yanaşmanın dəyişməsi, 8-nə üstünlüyü var. Fərdiləşmiş təlim üçün güclü çərçivə, motivasiya və iştirakçının artması, daxili özünəyinam və emosional dayanıqlığın güclənməsi, sinifdə inklüziv və ədalət, müəllim tədris repertuarının genişlənməsi,
müəllimin tədris repertuarının genişlənməsi, qiymətləndirmənin daha ədalətli və ölçülü olması, sinif mühitində əməkdaşlıq və hörmət mədəniyyətinin güclənməsi. Hər birinin ayrılıqda nəzər salaq, mahiyyət etibarından yadda saxlasaz kifayətdir. Adların əzbərə yadınızı saxlayın, amma mahiyyət etibarından yadda saxlamaq kifayətdir. Şagirdə ağıllı şagird, zəif şagird kimi iki qütüblü təsnifat sınır. Şagird təkcə riyaziyyat və dil göstərisinə görə yox, müxtəlif bacarıq sahələri üzrə dəyərləndirilir. Müəllim şagirdə problem dolu uşaq kimi yox, cüzi tərəfləri olan uşaq kimi yanaşır. Şagird özünü yalnız bal və testdə deyil, müxtəlif istedad və bacarıqlara vasitəsilə dəyərli hiss edir. Yəni şagirdə yanaşma dəyişir da. Yəni əsas nəticə riyaziyyatda qiyməti güclü olsun, Azərbaycan dilində qiyməti güclü olsun, yox. Bir uşaq musiqidə güclü ola bilər, o bir uşaq təsvirini sənətdə güclü ola bilər və güclü tərəfləri olan uşaq kimi yanaşırlar və müxtəlif istedad və bacarıqlar vasitəsilə uşaq da özünü dəyərli hiss edir. İkincidə deyir, fərdiləşmiş təlim üçün güclü çərçivə. Bu nəzəriyyə fərdiləşmiş və adaptiv təlim üçün praktiklik əsas yaradır, yəni öyrənilən mövzu tətbiq olunmalıdır. Müəllim mövzunu müxtəlif zəka növlərinə uyğunlaşdırmaqla hamıya eyni dərs modelindən çıxar. Məsələn, gəlin bütün dərsi deyim ki, əziz şagirdlər, hamınız dərsi oxuyun və yaxud da hamınız gələn dəfə verdiyim dərsi danışın. Bu eyni dərs modelindən çıxır. Belə olmaz. Ənənəvi təhsil modelindən çıxır. Eyni mövzu müxtəlif tapşırıq formaları planlaşdırmaq üçün mümkün olur. Müəllim həmin bir dənə mövzunu müxtəlif cür planlaşdırır ki, hər bir şagirdə uyğun olsun. Fərdiləşir, diferensiallaşdırır dərsə. Yazıda hazırlayır mövzuya uyğun, plakatda hazırlayır müəllim, rollu oyun da müəyyənləşdirir, qrafiklər də hazırlayır, debat da müəyyənləşdirir ki, hər bir şagirdin deməli nəyə olsun? Öyrənmə tərzinə, həmçində zəkasına uyğun olsun, zəka növünə uyğun olsun. Fərqli öyrənmə tərzi olan şagirdlər vizual, kinestetik, sosial və s. dərsdə passiv qalmırlar. Hamısı aktivləşirlər. Çünki müəllim hamıya bir mövzunu müxtəlif cür təqdim elədiyinə görə və bütün şagirdlərin nəzərə aldığına görə vizual görərək öyrənənlər, kinestetik toxunaraq öyrənənlər, sosial, yəni cütlərlə, qruplarla öyrənənlər də dərsdə aktiv iştirak edirlər, passiv qalmırlar. Motivasiya və inkişafın artması. Şagird öz güclü zəka sahəsi ilə dərsə qoşulanda maraq və motivasiyası xeyli artır. Məsəl üçün, mən rəsm qabiliyyətim yaxşıdır, təsvirlə bağlı. Mən müəllim görürəm ki, həqiqətən də deyir ki, gələn dəfə sən dərsi gətirib şəklini çəkib təqdim edə bilərsən. Artıq mən dərsə motivasiyadan yanaşacam, həvəslə yanaşacam. Və yaxud da ki, mən nəsə hazırlaya bilirəm. Müəllim deyir ki, mövzu ilə bağlı sən gildən, qumdan nəsə hazırlayıb gətirərsən, mən yenə motivasiyadan, həvəslə yanaşacam. Daha müəllim durub demir ki, hamınız dərs oxuyun gəlin. Dərs dinləyici müəllim monoloq modelindən çıxır. Monoloq müəllimin bir nəfərin monoloqu, hakimiyyəti deməkdir. Aktiv fəaliyyət mərkəzə çevirir. Yəni hər kəs aktiv iştirak edir. Özünü davamlı uğursuz hiss edən şagirdlər bacardıqları fəaliyyətlərdə uğur təcrübəsi qazanırlar. Əgər müəllim eyni mövzuda bir neçə yol açırsa, şagird mən bacarmıram yerinə mən başqa cür bacarıram deməyi öyrənir. Yəni motivasiyası artır. Daxili özünə və emosional dayanıqlığı güclənir. Çoxnövlü zəka yanaşması şagirdə göstərir ki, hər kəsin güclü olduğu sahə var. Məsələn, hamı riyaziyyatı yaxşı bilə bilməz ki, birinin təsviri yaxşı ola bilər, şəkli, birinin əl qabiliyyəti, birinin oxuma qabiliyyəti, birinin səhnələşdirmə qabiliyyəti. Bu, xüsusilə akademik göstəricisi aşağı olan şagirdlər üçün psixoloji baxımdan çox önəmlidir. Özünə dəyər güclənir. Mən heç nəyə yaramıram düşüncəsi zəifləyir. Uğur yalnız imtahan balı ilə bağlı olmuş. Şagird özünü musiqi, rəsm, ünsiyyət, təşkilatçılıq və s. sahələrində dəyərli hiss edir. Bu yanaşma emosional dayanıqlıq və öyrənməyə müsbət münasibət formalaşdırır. Yəni yenə dediyim kimi bir şagird mövzu ilə bağlı musiqi bəstələyə bilər, biri şəkil çəkə bilər, biri onu ünsiyyət şəklində canlandıra bilər, bir təşkilatçılıq, liderlik şəklində, qrup şəklində qrupu aparıb məqsədə doğru çatdıra bilər. Sinifdə inklüzivlik və ədalət hissi. İnklüzivlik birlikdə nə deməkdir? Sağlamlıq imkanları məhdud şagirdlərin sağlam şagirdlərlə birlikdə təhsil alması. Bu nəzəriyyə fərqli idraki xüsusiyyətləri nəzərə alaraq sinifdə inklüzivliyin formalaşmasını dəstəkləyir. Yəni hər kəsə fərdi yanaşma. Hər kəs prosesə cəlb olunur, hər bir şagirdə ədalətli yanaşmaq tətbiq olunur və bunların təlim nailiyyətləri yüksəlir. Hər kəsə ədalətli davranıram, hər kəsin də təlim nailiyyəti yüksəlir. Hərəyə özünə uyğun yanaşıram. Müəllimin tədris repertuarının genişləndirməsi. Çoxnövlü zəka müəllim üçün sadəcə nəzəriyyə deyil, dərs planlama alətidir. Yəni müəllim dərsi planlaşdırarkən çoxnövlü zəka nəzəriyyəsindən istifadə etməlidir. Müəllim bir mövzu üçün minimum 3-4 fərqli təqdimat forması düşünməyi öyrənir. Dərs monotonluqdan çıxır, çox şaxəli və dinamik formaya keçir. Müəllim şagirdləri daha yaxşı tanımağa başlayır. Bu şagird vizualda güclüdür. Bu isə sosial yönümlüdür, qərarını verə bilər. Yəni müəllim bir dərsi gətirib yalnız şagirdə demir ki, lövhə qarşısında gəlib danışmır ki, nə bilim, işıq belə yarandı, günəş belə yarandı, su belə yarandı. Müəllim təqdimatı müxtəlif cür
həm səhnələşdirməyə, həm video slayd hazırlayır, həm şəklini hazırlayır, həm yazısını hazırlayır ki, bütün şagirdlərə uyğun olsun. Monotonluqdan, yəni bir üsuldan çıxır, çox şaxəli və dinamik formaya keçir. Vizualda müəllim müəyyənləşdirir ki, şagird Aysel güclüdür. Məsəl üçün, sosialda, yəni ünsiyyətdə, əməkdaşlıqda isə Leyla güclüdür. Qərarını verə bilir. Artıq müəllim müəyyənləşdirir ki, sinifdə hansı şagirdlər var. Qiymətləndirmənin daha ədalətli və çox ölçülü olması. Çoxnövdə zəka yanaşması test və yazılı imtahana əsaslanan qiymətləndirməni problemli hesab edir. Məsəl üçün, testdə yüksək nəticə alan şagird yaxşıdır, yazısı yaxşı olan şagird yaxşıdır. Bu düşüncəsi yox olur. Qiymətləndirmə yalnız test nəticəsi ilə deyil, layihə, təqdimat, poster hazırlaya bilər şagird, layihə hazırlaya bilər, təqdimat hazırlaya bilər, video slayd, səhnəcik qura bilər, çıxıb iki yoldaş ilə ya yaxud da təkcə səhnələşdirə bilər, refleksiya yazı yaza bilər ki, mövzu ilə bağlı mən bunları bilirəm, bunları bilmirəm. Kimi müxtəlif üsullarla əsaslana bilər. Şagird öz bacarığını qiymətləndirmə üsuluna uyğun formada göstərməyə bilmək şansı qazanır. Bu həm də şagirdə bu mesajı verir. Sənin dəyərin yalnız test balı ilə müəyyənləşmir. Şagird başa düşür ki, yəni onun dəyəri testlə bağlı deyil. Test ola bilər ki, 3 alsın, amma başqa sahədə daha uğurlu olsun. Müəllim qiymətləndirmədə ədalətli yanaşır. Artıq 3 yazmır testin məsəl üçün cavablarına görə. Onun çəkdiyi şəklə, onun hazırladığı səhnəyə, mövzunu görür ki, yaxşı səhnələşdirirsə, demək mövzunu yaxşı mənimsəyibdir. Mövzu ilə bağlı qəşəng şəkil çəkirsə, demək mövzunu yaxşı mənimsəyibdir. Hərənin özünə uyğun qiymətləndirmə prosesindən istifadə edir. Sinif mühitində əməkdaşlıq və hörmət mədəniyyətinin güclənməsi. Müxtəlif zəkalar üzərində qurulan qrup işlərində hər kəsin fərqli güclü tərəfləri ortaya çıxır. Birinin rəsm qabiliyyəti, birinin hekayə danışmaq, birinin səhnələşdirmək, birinin riyazi bacarıqları, hamı eyni məsələdə yaxşı olmalıdır, təzyiqə azalır. Şagirdlər bir-birinin güclü tərəflərinə hörmət etməyi öyrənirlər. Qrup işlərində rollar zəkaya görə bölünə bilər. Biri yazır, biri çəkir, biri təqdim edir, biri hesablayır və s. Bu da daha balanslı əməkdaşlıq yaradır. Bu qədər qısa əlavə nümunələri gözdən keçirdərsiniz. Açar məqamları verdim. Bir də zəka nəzəriyyəsinin üstünlüklərinin adlarını yadınızda saxlayarsınız. Bir də içərisindəki mahiyyət yadda saxlasanız kifayətdir. Gardner nəzəriyyəsi çox asan nəzəriyyədir. Növbəti test və dərs izahlarımızda görüşmək üzrə. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.